Salamlar, bugün Azərbaycanlı dostlarım Elşən. Cavid, görünmək istəyirsən videoda? Görün, şey için olmaz. Elşən gedirik bilyard oynamağa, Allah'ın izniyle yağışa düşmüşük. Ay, nə şey görünür, gedin. Geldik ve bu arada yaxşı oynaya bilmirəm. Gözəl qızlara Elşənə DM atsın. Ya da uzaq məsafədirsə yox, xahiş edirək. Burada içməyə nəsə zakaz eləməli olduq, çünki məcburi idi. Nəysə, oynamağa başlayırıq. Bu arada həyatımda ikinci dəfədir ki, oynayıram və həqiqətən heç yaxşı deyiləm. Çünki biraz çətin gəlir. Amma aramızda ən yaxşı Cavid oynayırdı. Həqiqətən professional şəkildə deyə bilərəm. Qətiyyən tələsmə. İki şey udduq. Yox, bir dəfə məndən odanda Cavid uddu, bir dəfə səndən odanda, bir dəfə... Yox, Cavid məndən 2 dəfə uddu. Sonra mən Cavid bir dəfə uddu. Sonra Elşənlə mən uddum. Ən çox mən uddum nəysə bu. Elşənlə Cavid oynadı. Biz də sadəcə olaraq daha yaxşı oynamaları üçün dəstək olduq. Biz olmasaydıq onlar uda bilməzdik. Cavid orada dərsə girib, neyinir, heç başa düşmürük. Oxuyan uşaq ayrı olur da. Buranın ışığı da yaxşı deyil. Ümid edirəm səsimi eşidirsiniz. Mənim ağlımı sən, zərb etmisən. Sağ ol. Instagramdan izləyənlər bilir bu arada. Ama telefonun kamerasını siləcəm. Baxın, biraz daha yaxşı. Bugün Cavid'in outfiti çok güzel. Oxşur. Kızlar DM atabilir Cavid'e. Siz de gelip Almanya'da bilyard oynamak istiyorsanız birinci olarak, ilk olarak benim Travel AG GP 84 saytına girip benim kurslarımdan yararlanabilirsiniz. Bir də istəyirsinizsə, əgər sizdə ev məsələsində və digər viza, nə bilim, təhsil boyu, həmsində atış gəlinməyi istəyirsinizsə, bez problem Bu arada belə xarici təhsil şirkətləri var, onların quyusuna düşməyin. İndi ad çəkmirik, amma çoxunuz bilirsiniz. Ad çəkmirik, indi girim ad çəkmirik. Основной головы Сасадина. Давай. Bəli, bir dənə salam verib izləyicilərimizə, olmasa. Salamlar. İndi isə gedirik, hara amma bilmirik. Cavid acından ölürdü, yemək yeyə bilməyib, yazıq. Yağışda yağır, mənim çətrim var gördüyünüz kimi. Belə. Dilimizi görüşək bugün havası. Var gedirlər, vizyonsuzlar, bu gözəllikdə baxmanı bilmirlər. Gəlmişik bu arada, yadımdan çıxıb başımı qarışdı da video çəkməmişim. Gəlmişik dönər yeməyə, təbii Elşən neydi, Cavid saçı pisdir deyə video çəkmək istəmir. Əslində pis deyil, amma keçən dəfə mən yağışda saçım qalmasın. Keçən dəfə mənim saçım yağışda yaman günə qalmasın deyə dedim ki gözləyəydi. Onda Cavid şikayətlənirdi ki, əşi nəyə gözləyirik? Əşi batsın da saçın, mənim penim xarab olub deyə. Amma indi özünün saçı pis idi deyə şəkil və... My bad. Görürsünüz, yəni ona görə heç kəsi qınamayın nəyə çəkirəm. Hansı oyundu? Bu arada bu da zombi. pulum yox vaxtında. Deyirdi ki, ya zombi olacaqsan, ya insan. Axırda da zombiler uddu falan. Gəldim. Ömrümün axırına kimi saxlayacağım.
Çörək xoşuna gəlib ha. Hə, bu arada Cavid buradakı dönərləri bəyənmirmiş, amma buranın çörəyi gözəl olduğuna görə. Çünki keçən dəfə Leyla aldı, bəyəndiyinə görə indi almaq qərarına gəldi. Sən Instagramı qızlar istəyirsə Instagramı yazaram deyə atarsınız Cavidə. Amma ev yoxdur da, rolla batarlar. Bəli, hamının sifarişləri gəldi. Nuş olsun hamıya, bismillah deyib. Uşaqlar, VC gəldim. Bu arada bu VC ən yaxşı VC'dir. Prosta 1.50 euro, 3 manat. 3 manat. Sağlam, uşaqlar. 3 manat alır. Mən də ehtiyac buyururam. Və Almaniyanın havası həmişə kim məni yanıltdı. Soyuqdan ölürdüm. Leyla çox sağ olsun, mən şərfim verdi ki, belimə bağlayayım. Orada Elsa. Bilmirik ki, Almaniyadayıq, yoxsa Türkiyədə. Hər yerdə Türk var, hər yerdə Türk marketi, hər yerdə də. Salam dostlar, bugün gördüyünüz kimi Türkiyəyə gəlmişik. Araç. Baxın dostlar, hər tərəf Türkiyədir. Türklər də hər tərəf. Bunu bilirik. Prosto bu gəzdiyimiz ərazidə daha çoxdur. Yəni Türklərin yaşadığı tərəfə keçmişik. Bayraq da burada. Uşaqlar bu arada markete gəldik. Mən özümə bunlardan aldım. Bir də bu Azərbaycanda məşhurdur. Görmüşsünüz ki, burada 2 evrodur. Hamımız alırıq. Leyla da aldı. Cavidlə Elşən də məcbur eləyirik ki, alsınlar. Mən bananısını götürdüm. Saçım bu arada çox pisdir. Amma ev yox, düzələcək. Hər kəs mən tövsiyə elədiyim marojnanı alıb bəyəndiyi üçün burada biraz xoşbəxt idim. Bu arada şaftallısını yemişdim bunun. O çox dadlıydı. Bu bananlısı da çox qəşəngmiş. Yəni 10 manat verib Azərbaycanda almağa dəyməz. Amma burada dəyər. Çünki 2 euroya aldıq. İndi gedirik hər hansı bir parka. Elşən aparır bizi. Görək orada nə var. Belə bir parka gəldik. Çox gözəldir, sakitçilikdir, hava da təmizdir. Sizin mətəfə yox idi. Evet. Bir dənə araba. Bir dənə arxa tərəfdə var idi. O da dediyim kimi. Kim var bakın. Başında döpüş çok var idi. Salamlar. Bugün Azərbaycanlı bir qızla görüşə gedirəm. Tanımıram sadəcə olaraq. Universitetdə bir, neysə, detallara girməyəcəm. Tanımıram, ilk dəfə görüşürük. Belə, saçım necə olub? Saçım bu arada heç xoşuma gəlmirdi, amma arxasından video çəkdim, gördüm, çox bəyəndim, listədə göstərəm. Arxasına baxın. İndi burada bilmirəm nə qədər bilinir, amma çox qəşəng görünür. Sən də çəkim. Məryəm. Boxumdayam. İlk dəfə mən Boxuma gəldim. Məryəm neçənci dəfədir gəlirsən Boxuma? 3 dəfə. Bu arada Məryəm Erasmusdur. Bu kilsəyə indi girəcəyik birazdan. Əgər açıq olsa təbii ki. Nə qədər kilsə görəcəyik. Boxum. Rathausuymuş. Dortmunddan yaxşıdır yer. Səncə? Elə bir ki, hə, bilmirəm. Hələ ki Dortmunddan yaxşı görünür. Daha cute'dur Dortmund'dan biraz. Hə, daha elə bil hər şey daha yaxındır, daha çox şey var. Və burada bir dənə də kilsə var. Qəşəng görünür. Gəldiyimiz yer burada. Buradayıq. Çox qəşəngdir. Menü, servisdəki şeylər də qəşəng göründü.
Ya Allah, 7 yaş qaldı. Bu nə idi? Snickers də, hə, Snickers-dir. Biz 2 dənəsini götürdük ki, bölüşüb yeyərik, baxarıq dadına. Sultan da yaman günə qaldı, nəysə. İndi gedirik universitetə, Bochumdakı universitetə. Adını tələffüz edə bilmirik. Ruğurdur, Ruğ adı, nəsədir belə bir şey. Gəldik, çatdıq, indi gedirik. Hardadır universitet? Hə, bu tərəfdə. Universitet budur. Bizdə. Hiç Qəşəng deyə. üniversite Qəşəngdir. Çok güzel görünür. Bu arada kitabxanasına girdik. Çok qəşəngdir. Hə. Maraqlı vibe var məncə. Belədir. Mən bəyəndim şəxsən. Bəyəndin? beğendim. Hə, Çox bəyəndik. İndi evə gedirəm. Çox güman ki, marketə gedəcəm. Və çox yorğunam. Neynədim ki, yoruldum. 2 dəqiqəyə yoruluram. Yorğunluq çökür canıma. İndi çıxıram, gedirəm marketə. Uşaqlar, yadımdan çıxıb videonu çəkməmişəm. Çörək aldım. Elşən burada. Elşən salam de. Sağ ol. Ay sağ ol. Deməli, aldıq, çıxdıq gördüyünüz kimi. Elşən də aldı. İndi də qatar gözləyirik. Yəni 30 dəqiqə uzaqlıqdadır market məndən. Markete getmək üçün bir dənə marşrutda, bir dənə qatara minmək lazım. Hə, çünki Azərbaycanda hər yerdə çox yaxında market falan var. Hava da çox gözəldir. Amma yenə də üstdən geyiniləcək hava. Qatar da 9-da gəlməli idi və yenə də gəlmir. Sonra deyirlər almanlar dəqiqdir, belə bir şey yoxdur. Qatarlar həmişə gecikir və həmişə də gözləməli oluruq. Heç vaxt vaxtında gəlmir. Çox nadir. Salamlar. Ay, evdən çıxıram, gedirik. Məryəmlə paltar almağa. Evim biraz qarışıqdır həmişəki kimi. Çünki hələ dizayn eləməmişəm. Gözümü görürsünüz, belə bir şey eləmişəm. Biraz pis göründü kamerada, amma realda çox qəşəng göründüyünü düşünürəm. Nəysə, boş verin. Əsas özümü bəyəndim. Çox xoşbəxt hiss edirəm, ona görə okeydir. Hava çox istidir. Hətta o qədər istidirsə belə xəbərdarlıq falan paylaşıblar ki, özünüzə diqqət edin və s. Çoxum çox pisdir. Məryəm. Yenə Məryəm. İndi Məryəmin danışa bilmədim. İndi Məryəmin kampüsünə gedirik. Ora baxmaq istəyirəm ki, oranın için necədir. Çünki heç vaxt ora girməmişəm. Bunların içinə girmişəm. Səndə memarlıq idi də? Bəli. Sarar. Bu binanın hamısı elə bil ki, memarlar, yəni tələbələr üçün ki, elə memar tələbə eləyirmiş bu binayı. Düzdür, biraz bəzi saçma şeylər eləyirdi. Burada da exhibition tələbələr mətbəxlər edirlər. Exhibit edirlər onları. Maraqlıdır ya, qəşəngdir bura. Bəyəndim. Bura daha yaxşıdır, biraz belə açıqlıq, hə. Qəşəngdir, sizə uyğundur tam. Amma mən bilmirəm, burada oxuya bilmərəm bu kartonların iyindən. Əslində yaxşıdır, amma çox təzə ev vibe verir. Təzə ev iyi verir, hə. Q orada. O da başqa bir universitetdir. Yəni eyni universitetin, amma nə versiyası gedir. Bilmirəm, çox gözəl soru. Bura elə bir ki, apply-dır. Bura elə bir tətbiq elmlər universitetdir. Orada biraz texniki universitetdir. Ay, çox istidir uşaqlar. Gəldik, mərkəzə çatdıq. Toplanıqdan çıxdıq. Hə, çox gözəl. Bax, doymaq olmur. Heç şeyində də gedirik mola. Artıq oradan axot olsa video çəkərəm, olmasa da ki bu qədər. Sağ olun, bu qədər izlədiyiniz üçün çox sağ olun. Görək nə tapa bilirik. Bu Məryəmin götürdükləri, bu mənim. Mən ancaq Rosewood tonlarda, sən də mavili fason. Ay. Pəmbə də var. Ağ falan. Neysə də yay üçün bir şeylər almağa çalışırıq. Bunları yoxladım, heç biri istədiyim performansı vermədi. YouTube'a ilə çəkirəm. Mən bu arada məncə bu daha dadlı olacaq.
Məncə də. Bunun görünüşü, rəngi gözəldir. Bunun amma məncə dadı gözəl olacaq. Məryəmlə sağollaşdıq. İndi evə gedirəm. Bu arada evə gəldim. İndi balığım var. Onu pişirəcəm. Gördüyünüz kimi pişir. Sallar, universitetə gedirəm və çulqamın bir dənə halına baxın. Çox bilmərəcək. Və dünən bir şkaf və sonra əldə elədim. Şəklini qoyacağım bura. Burada bizim binada qalanlardan biri paylaşmışdı ki, bəs pulsuz verirəm, kim istəyirsə götürsün. Mən də getdim, götürdüm. Burada Almaniyada bu kültür çox yayğındır xüsusda. Amma nəysə istidən ölürəm və yenə istidən. Salamlar. Gedirəm idmana. Universitetə getmişdim. Nə bilim, yemək yedim, kitabxanada oturdum, dərsə qoşuldum və s. Amma heç birini çəkmədim çünki enerjim yox idi. Çolkam da bu arada yenə də bərbaddır. Nəysə, indi də idmana gedirəm. Sonra da uşaqlarla marketə gedəcəyik. Gedim. Hava da daha yaxşıdır. Düzdür, çox super deyil, amma yağış yağır. Ay şükür, əla yaxsın. Yağışın necə yağdığını ümid edirəm, görürsünüz. Üstüm bütün su oldu. Amma buna dəyər. Qatar yolda saxladı və idmana getmək üçün mən 30 dəqiqə yeriməli oldum. Bu qədər olay deyəsən qəza olub deyədir. Baxın, bir qatar burada dayanıb, bir qatar orada dayanıb, biri də orada. Və iki binam, evim, otağım. Və onsuz da bugün yorğun idim. 30 dəqiqə yeriyəndən sonra idmana gəlmək də məni həqiqətən biraz yordu. Və necə gəldi idman edib çıxdım. Yoruldum, enerjim yolda getdi. İdmandan gəldim. İndi də uşaqlarla gedirəm marketə və çox qəribə bir şəkildə heç halım yoxdur. Başım çox pis ağrıyır. Çox yorğunam. Elə ki, bu dəqiqə yıxılıb öləcəm. Allah eləməsin. Amma elə hiss edirəm. Saçım başım da yaman gündədir. Heç uğraşamam. Mənim Pilləkəndə oturmuşam, şans fikir. Elşən. Abi gör nə deyirəm. Gedirik Kaufland'a. Kompüterə buradan. Gedin karışmayın videoma. Gedirik Kaufland bu arada yarım saata bağlanır. Bu uşaqlar gecikdi deyə biz gec gəlirik və doyunca mən Kaufland'ı gəzə bilməyəcəm. Onsuz da getdiyim heç yer yoxdur. Bir dənə Kaufland'dır. O da belə. Gəlin sizə market qiymətlərini göstərim. 5.90'a. Avropada alır. 2.49'a çiyələk. Banan indi 1.29, amma daha ucuzu 90 sent falan olan da olurdu bəzən. Avokado var. Ayda. Peki alın. Yox, yaxşı deyil. Ayda avokado yoxuymuş burada. Gec gəldik deyə. Sabırlar qarpızı. Üzüm yeyirsiniz indi. Üzüm elə biləm ancaq sentyabrda yemək. Oyda, çətişə nəyəm. Dönər düzəldəcəm. Əti pişirirəm. Bu arada doğrayıb qoymuşam. Lavaşım burada. Burada da ayran düzəltmişəm. Dəstəkimi belə elədim, amma gəlsən qatdalamaq bunu çətin olacaq çünki qırılır. Neyse görək nə olur. Biraz yandı, amma it's okay yəni. Yanında elə bil daha dadlı olur.